Yenə də soruşurlar, cavab verdik. Şirvanşahlar dövləti halında soruşurlar bizdən. Mən demək istəyirəm ki, Şirvanşahlar dövləti ifadəsi yanlışdır. Necə ki, Manna dövləti, Kuti dövləti, Əhəməni dövləti, Salari dövləti, Sacı dövləti, Səfəvi, Ağqoyun, Qaraqoyun dövləti. Bunlar hamısı yanlışdır. Bunlara yanaşma bir ibarət olmalıdır ki, falan sülalərin hakimiyyəti olduğu Azərbaycan dövləti. 5000 illik Azərbaycan dövləti. Ona görə Şirvanşahlarla bağlı biz deməliyik ki, Şirvanşahların 3 sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti. Forma bu şəkildə olmalıdır. Burada da Şirvanla bağlı, Şirvanın tarixi ilə bağlı, yəni orada müəyyən proseslər gedir, proseslərin mərkəzində olursa Şirvanşahlar deyək. O dövrdə də qayda idi, bu Sasanilər dövrü idi. Təxminən 5-ci, 6-cı əsr, yeni eranın 5-ci, 6-cı əsrində Sasanilər hakimiyyətdə olanda yerli hakimlərə bir şah titulu verir. Özlərini şahənşah deyirdilər. Və onu da mən sizə deyim ki, bu Fars Sasanilərin ənənəsi deyildi. Özünə şahənşah demək. Bunlar ona götürmüşlər Türk Parfiyalılardan. Parfiyalıları xəyanət yolu ilə, isyan yolu ilə Parfiyalıların yerinə hakimiyyətə gəlmişdilər və onların bir çox cəhətlərini götürmüşlər. O cümlədən bu titulu da götürmüşlər, şahənşah titulunu. Yerli hakimləri şah deyirdilər. O cümlədən Şirvanşah, Azərbaycan şah, Aran şah bu şəkildə. Amma onların heç biri qalmadı tarixdə o şəkildə Azərbaycan şah, İran, Aran şah. Amma Şirvanşahlar nəsə yapışdı. Amma yenə deyirəm ki, Şirvanşahlar özlərinin müəyyən bir mövqeyini ortaya qoyurlar. 9-cu əsrdə, yəni ərəblərin zəiflədiyi dövrdə yerli sülalələr özlərinin müstəqillik elan etməyə başladılar. O cümlədən Şirvan, yəni əvvəl yuxarıdan Dərbənd tərəfdən Samur çayının sahillərində, Girgil çayının sahillərində kiçik bir ərazidə özlərinin hakimiyyəti elan etdilər, Şirvanşahlar deyək. Və onların da deyək ki, türkləşmiş ərəb sülaləsi idi, Məzyədilər sülaləsi idi. Məzyədilər də onlar Yezid İbn Məzyədin adından götürmüşdülər sülalənin adını və bunlar ona görə sülalənin o şəkildə adlandı və ondan sonra da 3 sülalə, yəni Şirvanşahlar hakimiyyətdə olduğu dövrdə Məzyədilər, Kəsranilər və Dərbəndlər hakimiyyətdə oldu. Dərbəndlər hakimiyyətdə oldu. Hamısı da qohumudur bir-birinə. Yəni bunlar 861-ci ildə başladı bunların hakimiyyəti. Əvvəlcə bunların paytaxtı Şirvan şəhəri idi. İndiki Şirvan şəhərindən qarışdırmayın. Sonra da Şaman şəhərinə keçdi. Qədim dövrdən bu şəhər vardı. Yəni bax bu şəkildə meydana gəldilər. 1538-ci ilə qədər özlərinin müəyyən dövrlərdə daxili müstəqillərini saxlaya bildilər. Yəni Şirvanşahlar olaraq. Yalnız 1538-ci ildə Səfəvilərin ən güclü vaxtında Azərbaycan dövlətinin ayrılma hissəsini çevirir. Həmişə Azərbaycan dövlətinin bir hissəsi oldular. Azərbaycan dövlətinin tərkibində oldular. Azərbaycan dövləti oldular. Ona görə də 1538-ci ildə onların müstəqilliyinə tamamilə son qoyub daxili müstəqillik və onlar Azərbaycanın bir hissəsi kimi sona qədər fəaliyyətlərini davam etdirirlər.